Bugün belə addım atdı, səhər belə addım atdı, getdi, yoldaşını istəmirdi, əlimdə nə bilim nələr var, mən belə eləyəcəm, mən asacam, mən kəsəcəm, mən istəmirəm, nöqtə. Və niyə qayıtdı olar, Zaur, sən nəyi göstərirsən, nəyi təbliğ edirsən? Bu bir insan həyatıdır. Mən təbliğ eləmirəm. Bu insanların yaşadıklarıdır və burada təqdim olunanlar Azərbaycan ailə modelini təqdim eləmir. Demək deyil. O demək deyil ki, burada biz nəyi təqdim edirsə, onlar hamısı idealdılar və bunlar Azərbaycan ailə modelini əks elətdirir. Və yaxud da ki, bugünə qədər bizimlə sən tərbiyələndirirdi cəmaatı, tərbiyələndirilən o qədər maarifləndirir. Kitab var, heç desəm ki, o TikTokda oturanlar o kitabı açıb bir oxumusunuz mu? Hamısı deyəcək ki, yox, oxumamışam. İnsanı atası tərbiyələndirər, anası tərbiyələndirər, insanı məktəbi, universiteti tərbiyələndirər, təlim tərbiyə ocağıdır. İnsanı tərbiyələndirər kitab, elm. Bu bir həyat hekayəsidir. Bugün Əkbərin hekayəsidir, dünən Aslanın hekayəsidir, bitdi, sabah Əkbərin hekayəsidir, bitəcək. Birisi gün Andreyin hekayəsi başlayacaq, sonra Tutuxanımın hekayəsi, sonra Zaurun hekayəsi, bilmirəm nə deyə, adını da Asimanın hekayəsi, hərənin bir hekayəsi var. Bu hansı ailə modeli və yaxud da bundan mütləq nümunə götürün deyə təqdim olunmur ki sizə. İnsan nəyi istəyirsə onu götürür. Tərbiyə də belədir. İnsan nəyi istəyirsə onu özünə hopdurur. Baxın, qarşımıza bir süfrə açılır, onun üzərində duz da var, istiot da var, turşu da var, acı biber da var, şirniyyat da olur, yemək də olur, hər şey olur da, süfrədir. Sən, deyil mi Gülnar xanım? Bəli. Sən nəyi xoşlayırsansa, nə sənə ziyan deyilsə, onu yeyirsən. Ki, bu mənim mədəmə ziyan deyil. Tərbiyə də belədir. İnsana nə qədər hardan nəyi göstərsən, əgər onun geni, qanı təmizdirsə, o baxırsa və ona nə xoşdursa onu götürəcək. Məsələn, bu proqramda Tutuxanım müalicə olunur. Deyil mi? Müalicə olunur da, hal-hazırda fizioterapiyadadır. Əlzadənin uşağı müalicə olunur. Bax, burada oturan Şərəf xanım müalicə olunub dəfələrlə. Siz müalicə olunmusunuz, siz müalicə olunmusunuz, siz müalicə olunmusunuz, siz müalicəyə gəlmişsiniz. Sonra siz hələ müalicə olunursunuz, sizin müalicə olunmusunuz. Eyni zamanda bura gələn Annaya dəfələrlə bu müalicələr olunub. Məsələn, sənin tərbiyə verdiyin uşaq Zaurun verilişinə baxır. Sənin əxlaqın, verdiyin tərbiyə gözəldirsə, o deyəcək ki, ay baba, Zaurun efirində bilirsən neynədilər? Bir dənə iki ayağı yox bir qız var idi. Ona araba aldılar, evini tikdilər, kömək elədilər, dəstək oldular. Bir dənə Tutuxanım var idi, yeriyə bilmirdi. Atası da atmışdı. Zaur əmi onu götürdü, gətdi onu müalicə elətdirir, dalında dayanıb, arxasına dayanıb, atası atıb, qohumları atıb, hamısı atıb gedib, amma arxasında dayanıbdı. Xeyriyyə kampaniyalarında nə qədər uşaqlar gəlib. Məsələn, yaxşı olan bunu görəcəkdi. Olmayanda deyəcək, bizə pis təsir eləyir, Əkbər anasında nehil elədi. Yəni, hər kəs istədiyini görür, istədiyini seçir, istədiyinə görə baxır. Bu belə. Mən şəxsən yaxşı baxmadım. Əkbərin belə eləyib təkrar mənim fikrimi bilmək istəyirsinizsə. Sosial şəbəkədə niyə mənə tənqid eləyirlər, niyə mənə təhqir eləyirlər? Hər şeyə insan özü şərait yaradır əslində. Yəni sonra hansı üzdən düz deyər, mən təhqiri, yəni mən də istəmirəm kimsə təhqir olunsun. Amma şərait yaradılır da burada, düzdürmü? İnsan gəlir bura, ailəni atır, sonra ananı atır, sonra təzədən ailə ilə görüşür. Yəni bütün hadisələr elə baş verir ki, elə bir ki, vaxtımız var. Hər şey. Əlbəttə var. Mən bir şey deyəcəm. Bax, bu gənclər, aslanlar, əkbərlər, həyatda neynirlərləsinlər, həyat yoldaşınla arasında olan pis münasibətləri həmən dəqiqə gəlib anaya deməsinlər, ataya deməsinlər. Sən bağışladın. Sən bağışladın. Bir də amma ananın ürəyindən o dərd geçmir. Mənim balamı nələrlə sonra mənim balam geçsin onun yanına. Mən bağışlaya bilmirəm, mən anayam. Mən istəmirəm. Oyunlarınızı, anaları gətirməyin. Ceyranı burada nə günlərə qoydun Aslan? Niyə? Neydi o ananın günahı? Niyə?
Sən bu həyatı yaşayacaqsan, bu nöqtəni deyəndə nöqtə dilinizə yapışsın. Yetər. Bu analara bu qədər zülm eləməyin. Mən o ananın ağlamağını, onun ürəyi ağlar. Ceyran xanımın burada sürünmələrini götürə bilmirəm. Məni kimi də cəmaat Bitti götürə artıq. bilmir. Onlar da yəqin ki bundan sonra olmaz. Bundan Ümid sonra edirəm ki, olmasın. olmayacaq da. Allah qaim qədim Yəni, eləsin. Bir vallahi, yastıqda Ceyranın qocalır. öz həyatı, vallahi, Amma öz həyatı. bundan sonra Mən sənə 100 dəfə arvadınla dərdin oldu, özün həll elə. Anana demə. Sən bağışlayırsan, amma ana bağışlaya bilmir. Yox, Bax, öz bu ailəsi nöqtəni o qurub, qədər anası ailəsi qəbul qurduğu üçün. eləyirəm ki də, yəni ailənin içərisində olan şeyləri, ümumiyyətlə ailə belədir ki, ailə sənin qalandır. Ay sağ ol. Ailə sənə əlindir, aiddir, özündür. səninkidir. Hətta mən bəzən deyəndə, məsələn, evə qonaq gəlməsini də mən xoşlamıram. Niyə xoşlamıram? Mən qonaqpərvər adamam. Məsələn, gəlsin, aparım dünyanın harasını istəyirsə, ən gözəl restoranda qonaq eləyim, yemək içmək alım onun üçün, yesin, içsin, amma sonra yola salım evinə getsin. Yəni, evimdə mənə aid sahədə adam gəlirsən evində yorğun olursan, istədiyin geyimi geyinib uzanmaq istəyirsən, istədiyin kimi rəftar eləməsin. Yəni, ən doğmalar da, yəni bacındır, qardaşındır. Mən onların dışında